İnklüziv smart transport layihə platformasının üstünlükləri budur ki, məsələn, fiziki yollu şəxs və həssas qrup ondan istifadə edərək tutaq ki, A nöqtəsindən B nöqtəsinə getmək istəyir. Tətbiqdə A nöqtəsindən B nöqtəsini seçir və marşrut tap düyməsi var. Marşrut tap düyməsini basandan sonra orada ona uyğun hansı nömrəli avtobuslar o məkana gedir və hansı nömrəli avtobuslarda rampa sistemi var, səs audio sistemi var. Hər şey aydın şəkildə göstərilir. Seyfalik layihəsi bir dənizçi platformasıdır. Hal-hazırda dənizçilər işə çıxmaq üçün ya maklerlərə kifayət qədər böyük pullar ödəyirlər və yaxud WhatsApp qruplarından istifadə edirlər, LinkedIn profillərindən, Facebook, Telegram və s. kimi sosial platformalardan istifadə edirlər. Və biz də fikirləşdik ki, niyə bunları vahid bir platformada birləşdirməyik? Həmçinin şirkətlər də işçi axtararkən niyə görə 1000 dənə yerə şaxələnməkdənsə vahid bir yerə versinlər və işçilər orada rahat tapılsın. Bizim layihə dalğa sensorunun DP sistemlə inteqrasiyasına əsaslanır. Bir məqsədimiz ondan ibarətdir ki, dalğa sensoru qabaqcadan məlumatları proqnozlaşdırır və bu məlumatı birbaşa olaraq DP sisteminə ötürür. Gələn məlumatlara əsasən DP sistemi traserlərin işini optimallaşdırır. Nəticədə yanacaq sərfiyyatı azalır və gəminin daha dəqiq, stabil mövqedə qalması təmin olunur. Urban Flow layihəsi bir sosial bir layihədir. Hansı ki, siz burada büdcənizi daxil edərək plan cızırsınız. Orada bizim maraq dairəsi bir hissəmiz var. Hansı ki, orada siz bu gün hansı maraq dairəsində hərəkət etmək istəyirsiniz, onu qeyd edirsiniz və ona uyğun sizə büdcəvizə uyğun plan tərtib edir. Bu müsabiqəyə biz qoşulanda mən düşünmürdüm ki, bu əslində beynəlxalq müsabiqədir. Sonra ki, bizim layihə seçildi, oradakı iştirakçıları görəndə mən belə deyim, heyrətə gəldim. Həqiqətən də dünyanın 5 bir yanından insanları gördüm. Bu təlimlər bitəndən sonra seçilən 50 layihə TEI Forum 2026-da stend qazanacaq. Stendlərdə artıq sizə investorlar özləri yaxınlaşacaq. Məsələn, layihə ilə bağlı məlumat alırlar, layihə xoşlarına gəlirsə sizə investisiya edirlər və siz də bu investisiya ilə artıq layihənizi böyüdə bilirsiniz. Digər tələbə yoldaşlarıma tövsiyə bunu edərdim ki, bu sahədə təcrübə qazanmaq istəyirsənsə, hakatonlarda, startaplarda iştirak etməyi tövsiyə edirəm. Bəlkə bu qədər tədbirlərdən sonra sənin də ağlına nəsə gələ bilər. Ona görə düşünürəm ki, belə bir tədbirlərdə daha çox iştirak eləsinlər ki, bunlar onlara gələcəkdə kömək eləsin. Yeniliklərdən heç vaxt geri qalmayın. Məsələn, mən dənizçilik sahəsində oxusam da, məsələn, kompüter sahəsində daim özümü inkişaf elətdirmişəm. Gənclərdə bunu tövsiyə edirəm ki, daim özlərini, xüsusilə də süni intellekt mövzusunda inkişaf elətdirsinlər. Bu layihəyə görə ən çox mən təşəkkürlüyümü bildirmək istərdim təşkilatçılara, akademiyamızın rektoruna, Startup School Azərbaycana təşəkkürlüyümü bildirmək istərdim. Və komanda yoldaşlarıma da təşəkkürümü bildirmək istərdim ki, mənə bu yolda tək qoymadılar.